Salam əziz dostlar, bu günlərim may ayının 10-u. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın 4-cü qrup üçün 11-ci sinif B variantının suallarını izah edəcəm. Birinci sual: hansı mülahizələr səhvdir? Soruşur bizdən. Bütün xordalılarda ürəyə rast gəlir. Xeyr, məsəl üçün neştər sənin ürəyi yoxdur. Bu fikir səhvdir. Xanı balığında cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Bəli, 4 dənə tək üzgəc var, 4 dənə cüt üzgəc var. Bu fikir doğrudur. Göl qurbağasının ontogenezi zamanı əvvəlcə arxa, sonra ön ətraf sümüklər əmələ gəlir. Bu fikir də doğrudur. Həm zolaqlı kərtənkələ, həm də göl qurbağasının beyinciyində şırın və qırışlar rast gəlinir. Xeyr, bu fikir səhvdir. Orada qırış və şırın yoxdur. Zolaqlı kərtənkələnin ön ətraf quşlarındakı sümüklərin sayı göl qurbağasının çiyin quşlarındakı sümüklərin sayından azdır. Bəli, qurbağada 7 dənə 4 növdür, amma kərtənkələdə isə 6 dənə 3 növdür. Deməli, doğru cavab burada A variantı 1 və 4 cavabı olur. İkinci sual: qısa bir müddət ərzində antropogen təsir, yəni insan təsir göstərəcək göldə olan evkariot produsentlərin, əgər produsent bilirsə ki, avtotroflardır. Produsentlər məhv olarsa, həmin göldə ilk növbədə hansı maddənin miqdarı azalar? Produsentlər məhv olarsa, avtomatik olaraq o deməkdir ki, fotosintez prosesi zəifləyəcək və oksigen qazının miqdarı da aşağı düşmüş olacaqdır. Ona görə burada doğru cavabımız A variantı olacaqdır bizdə. Keçək növbəti sualımıza. Üçüncü sual: uyğunluğu müəyyən edin deyir. Çiçəkli bitkilərdir. Çiçəkləri 6 erkəkcik vardır və meyvəsi qutucuq meyvədir. 6 erkəkciyi varsa və meyvəsi qutucuq meyvədirsə, o zaman biz bura nəyə misal göstərə bilərik? Yəni birinciyə aid olacaqdır sarımsaq. Bir də yazıram D-ni. Çünki sarımsaq C6, Y6, D1-dir və meyvəsi qutucuq meyvədir. Bu getdi. Ondan sonra baxırıq ikinciyə baxacağıq. İkinci nədir? Meyvəsi qutucuq meyvədir və iki ləpəlidir. İki ləpəlidir və meyvəsi qutucuq meyvəsə bura biz badımcan çiçəklərdən petuniyanı, yəni B-ni və eyni zamanda tütünü misal göstərə bilərəm. Bu da B7-dir. İki ləpəli çiçəkləri 6 erkəkdir. Bu da xaç çiçəkləri götürə bilərəm. Hansı ki xaç çiçəkləri də misal olaraq quduzotunu və çöl xardalını göstərə bilərəm. AC. Deməli 1D, 2BY, 3AC. Doğru cavabımız B variantı olacaqdır. Dördüncü sualımıza baxaq indi buradan. Görək dördüncü sualda bizə nə deyir? Deyir ki, sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Fərdi seçmə. Bilirsiniz ki, fərdi seçmə bitkilərdə özünə tozlanan bitkilərə tətbiq edilir. İki evli bitkilərə tətbiq olunur. Xeyr, iki evlilərə tətbiq olunmaz. Çünki o özünə tozlananlara aiddir. Sonra saf xəttlərin alınması nəticəsinə görə, bəli, bu doğru fikirdir. İki cinsli çiçəklər olan bitkilər tətbiq olunur, bəli, bu da doğru fikirdir. Yəni, resesiv mutasiyanın üzə çıxma ehtimalını azalır, xeyr, əksinə artırır. Özünə tozlanada üzə çıxma ehtimalı çoxdur, toplanma ehtimalı isə azdır. Ona görə cavabımız burada 2 və 3 cavabı, yəni C variantımız olacaqdır deyəcəksiniz burada. Keçək 5-ci sualımıza. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəslə ötürülür? Təbii ki, insan bir nəsildən başqa bir nəslə ötürülərkən cinsi hüceyrələr vasitəsi ötürülür. Ona görə doğru cavabımız buradan B variantı olacaq. Keçək indi 6-cı sualımıza. Görək 6-cı sualımızda bizə nə deyir? Uyğunluğu müəyyən edin deyir. Deməli, birinci soyuqqanlı heyvandır. İkinci və üçüncü istiqanlıdır. İstiqanlı bilirsiniz quşlar və məməlilərdir. Quşların bədən temperaturu daha çoxdur. Məsələn, bu deməli quş olacaq. Bu isə deməli burada məməli olacaqdır. Bu da dediyim kimi soyuqqanlı heyvanlara aiddir. Baxıram birinciyə nə aid ola bilər? Məsələn, balıq ola bilər birinciyə, bəli. A aid ola bilər. Sonra buradan amfibidə C də aid ola bilər. Və bir də buradan nə aid ola bilər? Bu da cüt artı qövsü var, elə görsənir. Bu da aid ola bilər. İkinci quşlara aiddir. Ona görə B-ni buraya yazacağım. Və bu isə görürsünüz sol artı qövsü var. Bu da məməlidir. Bunu da buraya yazacağım. Və 1 A, C, D, 2 B, 3 Y. Yəni doğru cavabımız burada yəqin ki A variantı olacaqdır. 7-ci sual. Buğdanın dən meyvəsində qida maddələri endosperm rüşeymə birbaşa nə vasitəsi ötürür? Bu da kitabda gedən bir cümlədir. Endospermdə olan qida maddələri deyir rüşeymə
ləpə yarpağı vasitəsilə ötürülür. Ona görə doğru cavabımız buradan nə olacaq? C variantı olmuş olacaqdır, deyir. Keçək növbəti 8-ci sualımıza. Formalaşmış nüvəsi olmayan canlılara aiddir. Doğru fikirləşirsiniz. Yəni bakteriyalara aid deyəcəkdir. Parazit formaları intoksikasiyaya səbəb olan maddələr ifadədir. Bəli, bu doğrudur. Burada problem yoxdur. Bunu götürəcəyik. Hüceyrədə membransız orqana malik rast gəlinmir. Bu səhvdir. Çünki ribosom var və membransızdır. Bəzi hallarda antibiotiklərə davamlı, bəli. Orada demişdik. Bu da doğru fikirdir. Bir çoxlarının patogenliyi epitel hüceyrəyə daxil olmaqla, bəli. Bu da doğru fikirdir. Təbii ki, götürəcəm. Bütün parazit növlərində xarici membran səthi xeyr. Burada qram müsbət, qram mənfi var. Hamısı eyni deyil təbii ki. Bu yanlışdır. 1, 3, 4 cavabımız yəni D variantı olmuş olacaqdır deyirsiniz. İnsanda görmə siniri gözün hansı qişasından başlanğıc götürür və onun çıxdığı yer necədən? Təbii ki, torlu qişadan başlanğıc götürəcək və çıxdığı yerdə kör ləkə adlanır. Reseptorların yerləşdiyi qişadan sarı ləkə deyil, işıq şüalarını sərbəst buraxan qişadan xeyr, işıq şüalarını sinir impulsa çevirən qişadan və kör ləkə. Bəli, bu doğru fikirdir. Çünki deyəcəksiniz ki, dediyim kimi, yəni torlu qişada işıq şüaları sinir impulsuna çevrilir və oradan kör ləkədən çıxır. Cavabımız 9-da C variantı olacaq. 10-cu suala keçirik. Deməli, təbii seçməni sxemdə göstərən formasına aid olanları müəyyən. Bu dəfə aid olanları müəyyən deyir. Təbii ki, topluda olan sualların təkrarıdır. Eyni zamanda qəbul imtahana düşmüş olan suallardan biridir. Təbii seçmənin sxemdə göstərən formasına aid olanları müəyyən edin. Görürük, burada hərəkət verici seçməliyik. Populyasiya üçün səciyyəvi olan əlamətin orta göstərisinə malik fərdlərin kənar edilməsi. Bəli, bu doğrudur. Böyük oxşarlığın müşahidəsi xeyr. Bu stabiləsiya seçimə aiddir. Xarici mühitin dəyişilən şəraitində yeni əlamətin əmələ gəlməsi. Bəli, doğrudur. Az və ya çox dərəcə sabit şəraitdə populyasiyanın uzun illər dəyişməz qalması. Bu da stabilləşdirici aiddir. İri sənaye rayonlarında kəpənəklərin, bəli, kəpənəklərin rənginin tünd, sonra açıq rəngin tünd rənginə əvəz olunması, bu da deməli hərəkət verici seçməyə aiddir. Fırtına zamanı İngiltərədə xeyr, bu stabilləşdirici seçməyə aiddir. Ona görə cavab burada 1, 3 və 5 cavabı olacaqdır. Doğru cavabımız yəni ki, budur 1, 3, 5 C variantı olmuş olur deyəcəksiniz. İnsanın ağciyər qovluqçuqlarında qazla mübahisləmə aşına hansı baş verməz? Bu da təkrar sualdır. Oksigen diffuziya yolu ilə qan plazmasına keçər. Oksigen diffuziya yolu ilə qan plazmasına keçər. Karbon qazı diffuziya yolu ilə ağciyər qovluqçularına keçər. Venoz qan arterial qana çevrilər. Qanda oksigenin qatılığı artmağa başlayar. Ağciyər qovluqçuqlarında oksigenin qatılığı artar. Xeyr, əksinə qovluqçuqlarda azalacaqdır və bu zaman deməli qanda isə artacaqdır. Doğru cavabımız ona görə buradan bizə 11-də Y variantı olacaqdır. Keçək 12-ci sualımıza. Qrafikdə diploid çiçəkli bitkidə spermlər hüşeym hissəsinə daxil olduqdan sonra ana hüceyrənin irsi əlamətlərini daşıyan hüceyrələrin sayını H zamana görə dəyişməsi göstərilir. Uyğunluğu müəyyən edən əvvəlcə xromosom dəstə haploid olan hüceyrə mayalanmışdır. Yəni birinci yumurta hüceyrə mayalanıb və işlədir nüvə hüşeym hissəsinə daxil olmamışdır, deyir. Tamam. Deməli, baxırıq buradan. T1, 0 T1 zaman intervalı. Bizdən bir-bir nə soruşacaq sonra buradan? Birinciyə nə aiddir və ikinciyə nə aiddir deyə bizdən soruşur. 0 T1 zaman intervalında, 0 T1 zaman intervalında, T1 T2 zaman intervalında. 0 T1 zaman intervalında və T1 T2 rüşeym hissəsində diploid xromosom dəstəsinə malik bir hüceyrə vardır. Və 7 dənədirsə əgər, hələ mayalanma getməyibsə, 6 dənə hər qütubdə bir də mərkəzi hüceyrə. Ona görə bu birinciyə aiddir. Buna A-nı yazıram birinciyə. Hüşeym hissəsində haploid xromosom dəstinə malik 8 hüceyrə vardır. Haploid xromosom dəstinə malik ümumilikdə T1, T2 zaman aralığına baxacaqsınız. Hüşeym hissəsində haploid xromosom dəstinə malik 8 hüceyrə vardır. Bu da birinci mərhələdə baş verir. Mayalanma getməmişdən qabaq 6 spermlər daxil olduqdan sonra bu da belə olacaq.
Zigot əmələ gəlir. Artıq burada mayalanma gedir və zigot əmələ gəlir. Görürsüz, bu aiddir ikinciyə. Sonra Rüşeym hissəsində diplot xromosom dəstədən malı 2 hüceyrə olur. Artıq mayalama getdikdən sonra həm mərkəz hüceyrə birinci mayalanır. Ona görə birinci bayaq dedik ki, sizə zigot mayalanacaq. Onda zigot mayalandığı zaman bir zigot, bir də mərkəz hüceyrə. 2 dənə diplot hüceyrə olmuş olur. Ona görə DNA də buraya yazacağıq. Rüşeym hissəsində həm ata, həm də ana bitkinin İC əlamət daşıyan bir hüceyrə var deyir. Həm ana, həm də ata bitkinin İC əlamətini daşıyan bir hüceyrə var. O da bura aiddir təbii ki. Nəyə görə? Çünki T2 anda, T1, T2 anda mayalanma baş verdiği anda zaten hələ ki orada belki daşıyan bir hüceyrə vardır. Həm ana, həm də ata bitkinin xüsusiyyət daşıyan bir hüceyrə var. Bu da demək bura ikinci T1, T2 zaman aralığına aid olmuş olacaqdır. Mayalanma baş vermişdən öncə. 1A, B, 2C, D, Y. Yani doğru cevabımız buradan tabii ki ne olacak? A variantı olmuş olacaktır diyeceksiniz. Geçelim 13. sualımıza. Bu da tekrar sualdı. Topluda da var. Qəbula düşmüştü. X ve Y üçün ümumi olanı müəyyən edin. Liflər əmələ gətirir. Floymada mövcuddur. Xeyr. Hüceyrələri ölüdür. Ələyə bənzər buradə edə bilməzsiniz. Yarpağın damarlarına daxildir deyir. Bu da hüceyrələri canlıdır. Xeyr, bu səhvdir. Liflər əmələ gətirir. Da floema boruları da burada. Floema lifləri deyil. Amma yarpağın damarlarına daxildir. Bəli, hər ikisi də yarpağın damarlarına daxildir. Ona görə cavabımız D variantı olacaqdır 13-cü sualımızdan. Keçək 14-cü sualımıza. Bizə verilib sxemə əsasən doğru kəşfləri müəyyən edin. Qaraciyər sorusu əsas sahibi manti boşuna malikdir. Xeyr, ağırlıq sahibi manti boşuna malikdir. Bu doğru deyil. Ağırlıq sahibinin bədənində daxil olan sülfə bilavasitə əsas sahibinin bədənində əmələ gəlir. Xeyr, suda əmələ gəlir kirpikli sülfə. Əsas sahibi ikinci siqnastiyena, bəli, insandadır. İkinci siqnastiyena malik ola bilər. Bu doğru fikirdir. Əsas sahibinin bədəninə daxil olduğu inkişaf mərhələsi ağırlıq sahibinin bədənindən kənarda əmələ gəlir. Bəli, sista halında daxil olur. Sista da suda əmələ gəlir. Bu da doğru fikirdir. Ona görə 3 və 4, yəni cavabımız buradan 3 və 4 Y variantı olacaqdır. 15-ci suala baxırıq indi. Yəqin ki, burada bir sxem verilib. Sxemi çəkəyin. Deməli, sualın orijinalını tapsaq, burada bir variantda var idi. Oradan götürüb onu çəkə bilərik. Aha. Yetkin bitkidən oxla gəlir bura. Sonra buradan gəlir zigota. Ondan sonra zigotdan gəlir qutucuğa. Qutucuqdan da gəlir spora. Spordan gəlir protonemaya və oradan da gəlir yetkin bitki. Yaşıl quşmamın inkişafının hansı mərhələlərində diploid xromosom dəstinə malik hüceyrə ola bilər? Ola bilər deyir. Baxın. Yəni biz burada baxanda zaten zigot diploid. Diploiddir. Zigot diploiddir. Ondan sonra qutucuq da diploiddir. 3-dən 4. Bəli, bu ola bilər. Düzdür. Yetkin bitkini də fikirləşirik ki, ana yetkin bitki olsa, ana yetkin bitkinin üzərində də qutucuğu olsa əmələ gələ bilər, amma 3 və 4 cavabı C variantı daha doğru cavabdır. Döş qəfəsi 31, 37 və 40 sümükdən ibarət 3 müxtəlif məməli heyvanlarda cəmi neçə qabırğa olar deyir. Deməli biz bura en qədər döş fəqərəsi, üstə gəlsə 2 en qədər qabırğa, üstə gəl bir dənə də döş sümüyü. Yəni 3n üstə gəl 1 düsturla baxsaq, 3n üstə gəlsin 1 bərabərdir 31-ə deyirsə əgər, burada 3n bərabərdir 30-a, n də buradan bərabərdir 10-a. Yəni birincinin 20 dənə qabırğası var. İkincinin 3n bərabərdir 36 olacaq. Onu da 36 3'e böləndə 12 dənə döş fəqərəsi olanda 24 dənə qabırğa eləyəcək. Üçüncü də 3n bərabərdir 40 olacaq. 40'ı da 3'e böləndə 39 olacaq. 40'dan 1 çıxan 39. 39'da 3'e böləndə 13. 26 dənə qabırğa bunda olmuş olacaq. Ona görə topladığımız zaman deməli 50-70 dənə burada deyəcəz ki, döş qəfəsi vardır.
17-ci suala baxırıq. Bu sual zaten Dimin Test Bankında da var. Ee, Yeni çıxan 2025-ci ildə. Cədvəllə insanın müvafiq vəzlərinin funksiyası verilmişdir. Qrafikdə T anda sonraki dəyişmələr səbəb olan hormonların düzgün göstərdiyi sıranı müəyyən. Baxırıq, yəni birincidə qanda gəlir, qanda kalsiumun miqdarı azalır və sonra burada qanda kalsium miqdarı başlayır eləməyə artmağa. Qanda kalsiumun miqdarını artıran paratormondur. Ona göre birinci olarak biz bura paratormonu götürebiliriz. Qanda. Çünkü kalsiyumun qandan alıp sümüyə veren kalsiyumdur. Sümükdən alıp qana veren paratormondur. Bu oldu paratormon. İkinci, qanda glukozanın miqdarını azaldır. Qanda glukozanın miqdarını azalan aydın məsələdir. Bu da olacaqdır. Deməli deyəcəyiz ki, qanda glukozanın miqdarını azaltdı. Bu olacaqdır insülin. Qanda glukozanın miqdarını azaldan bu insülindir. Burada qaraciyərdə glikogenin miqdarı artır qaraciyərdə. Artırarkən gələcək qaraciyərdə glikogenin miqdarını necə azaldacaq. Qaraciyərdə glikogenin miqdarını da azaldan bu da glikagon hormonudur. Nəyə görə deyirəm bunu glikagon hormonu? Çünki glikagon hormonu qaraciyərdə artıq deməli glikogen çox olduqda və yaxud da qanda glukozanın miqdarı az olanda qaraciyərdəki glikogen çoxsu glukozaya çevirir. Ona görə də biz də buna glikagon olaraq deyə bilərik. Paratormon, insülin, glikagon. Doğru cavabımız ona görə buradan C variantı olacaqdır 17-ci sualda. 18-ci sualımıza baxırıq. Xasta örümçək və kələm kəpənəyi. Yəqin ki 1, 2, 3. Birinci dərəcəli konsumetdir. Kələm kəpənəyi birinci dərəcəli konsumetdir. Çünki kələmin yarpağı ilə qidalanır. Kitab şəkildə ağciyərə bu örümçək kimlərə aiddir? Düzünə inkişaf edən canlıdır. Bu da xasta örümçəyə aiddir. İnkişafı tam çelmə yolu ilə gedir. Kələm kəpənəyinə aiddir. İfraza sistemi həzm sistemi ilə əlaqədir. Hər ikisində mal-bilgi borcu var deyə. Bu da ortaq nöqtələridir. Boru şəkilli ürəyə malikdir. Cüzlər də boru şəkilli ürəyə malikdir. Xasta örümcək də boru şəkilli ürəyə malikdir. Bu da ortayadır. Demək birinci 2, 3, ikinci 1, 4, sonra 5, 6. Yəni doğru cavabımız bu da D variantı. F ilə işarələnmiş dişi homogametliyə malik iki evli bitkinin endosperm hücrəsindəki cinsel xromosomları XXX-dirsə. Deməli, bu bitkinin toxumundan əmələ gələn bitki. Demək ki, XXX isə mərkəz üzrə XX-dirsə, onsuz da yumurta üzrə mütləq X-dir. Onun mayalandan sperm X-dir, bundan mayalandan X olacaqdır. Yenə homogamet əmələ gələcək və iki evli olduğuna görə yalnız dişi bitki olur. Doğru cavabımız Y variantı olacaq. 19 dedik. İndi keçək 20-ci sualımıza. Deməli, sxemə əsasən X, Y və Z prosesləri üçün hansı ifadə yanlışdır? X-də baş verən dəyişikliklər mutasiyaya səbəb ola bilər. Bəli, əlbəttə ola bilər. Gen mutasiyası burada ola bilər deyəcəksiniz. Balada dostum yanıma qonaq gəldi, ona görə davam edək. Z-də peptid rabitə sayı artır. Bəli, məlumat nəzulası zonunda təbii ki, peptid rabitənin sayı artacaqdır. Hər üç prosesdə biopolimer alınır. Bəli, DNT də, məlumat da, zülal da biopolimerdir. Sonra hər üç prosesdə dezoksiribozanın miqdarında azalma müşahidə edilir. Xeyr, burada dezoksiribozanın RNT sintezi olmaz, dezoksiribozan prosesində olmur. Dezoksiriboza ancaq DNT sintezində olur. Ona görə doğru cavab D variantı olur. Amma Y-də 5 növ, azotda əsas 8 növ nukleotid. Bəli, DNT-nin 4 növ nukleotidi, RNT-nin də 4 növ nukleotidi. 8 növ, adenin, guanin, timin, sitozin və bir də əlavə urasil azotda əsası 5 növ iştirak edə bilər. 21-ci suala baxırıq. Sağlam insan həzm kanalında baş verən aşağıdakı proseslər haqqında hansı müddalar doğrudur? Deməli, A prosesi, B prosesi. A prosesində ödün təsirilə yağın kimyəvi parçalanmasıdır. Kimyəvi deyil. Ödün təsirindən mexaniki parçalanma olur. Bu səhvdir. Hər iki proses həzm kanalının eyni şöbəsinə gedir. Bəli. Çünki qaraciyər öd ifraz edir nazik bağırsağa, eyni zamanda mədə-altı vəzdə lipaza sintez edir. Bu doğru fikirdir. K və Y axacaqlara malik həzm vəzlərinə malikdir. Bəli, biri qaraciyərdir, bir də mədə-altı vəzdir. Bu da doğrudur. B prosesi A prosesindən fərqli olaraq həzm kanalının bütün şöbələrində gedir. Xeyr, bu doğru deyil. Bütün şöbələrində
Yağ parçalanmır. A prosesi X orqanda, B prosesi Y orqanda gedir. Xeyr, ikisi də nazik bağırsaqda gedir. Bu da səhvdir. Cavab 2 və 3 cavabı, yəni B variantı olacaqdır. 22-ci sual. İnsan skeletə dik gəzməklə əlaqədar deyil. Bu da təkrar suallardan biridir. Aşağı ətraf quşağın enli olması əlaqəlidir. Döş qəfəsi yanlara doğru genişlənmə əlaqəlidir. Onurğanın esvarı olması əlaqəlidir. Taş şəkilli ayaq əlaqəlidir. Amma kəllənin beyin şöbəsinin böyük olması xeyr. Bu əlaqəli deyil. Ona görə doğru cavab Y variantı olacaqdır deyəcəksiniz burada da. Keçən 23-cü sualımıza. Deməli, baxırıq. 28 günlük aybaş siklidir. Nəzərə alaq. C böl A. Bir sikdə sarı çimin fazasının müddəti 14 gündür. Bu aydın məsələdir. Ovulyasiyanın baş verdiyi gün, bu da 14-cü gün baş verir. Bu da 14-cü gündür. Qadının ontogenezində yetişə bilən minimum yumurta hüceyrə sayı. Minimum yumurta hüceyrədə 350-500 yumurta hüceyrə yetişə bilir. Ona görə biz buna 350 olaraq deyəcəm. Neylik? 350-ni bölürük 14'e. Çıxırıq 14'ü. Bərabərdir. 350 14'e bölündə 25. 25'dən 14 çıxanda eləyir 11. Doğru cavab burada 11-ci cavabı olacaqdır. İndi keçək 24-cü sualımızın izahına. Paleozoy erasının Perm dövründə burada baş verənləri seçəcəyik. Uçan onurğalar yaranır. Xeyr, bu deyil. Yırtıcı dişli sürünənlər, bəli, Perimdə baş verir. Trilobitlərin nəsli, bəli, Perimdə kəsilir. Hörümçəklər meydana çıxır. Xeyr. Hüşeym köçkü əmələ gələn generativ orqan. Xeyr, toxum da burada əmələ gəlmir. Daş göl meşələri yox olur. Bəli, bu da doğrudur. Keçək 25-ci sualımıza. Deməli, 25-ci sualda bizə xoroplast verilib buradan. Və xoroplasta baxırıq, tərkibində kristal var, xeyr, mitokondriya aiddir. Monosaxaridlər sintezdə iştirak edir, bəli, bu doğru fikirdir. Çünki orada glukoza sintez olunacaqdır. Tərkibində zülal sintez olunur, bəli, bu da doğru fikirdir. Prokaryotlarda olmaz, xeyr, tənəffüsdə də yerinə yetirir, mitokondriya yerinə yetirir tənəffüsü. Bölünmə yolu çoxala bilir, bəli, bu da doğrudur. Ona görə 2, 3 və 6 cavabını burada doğru cavab olaraq götürəcəyik. Keçək 26-cı suala. Deməli, yuxu xəstəliyinin törədiciləri Y orqanizminə eyni sinifə aiddir. Doğrunu seçirik. Bəli, yuxu xəstəliyinin törədiciləri qamçılardır. Bu da qamçılara aiddir. Ona görə bu fikir düzdür. Leishmaniya Z orqanizmi ilə eyni sinifə aiddir. Xeyr, leishmaniya infizorlara aiddir. Bu səhvdir. Toksoplazma sporlara aiddir. X və Y orqanizmi ilə eyni tipin nümayəndəsidir. Xeyr, sarkomasporlar deyil. O sporlar tipin nümayəndəsidir. X, Y və Z orqanizmləri 3 müxtəlif tipin nümayəndələridir. Xeyr, müxtəlif tip deyil. Çünki bu sarkomastiqaforlar tipinə aiddir. Amma bu isə infizorlar tipinə. Bu da getdi. X və Y orqanizmləri hər iki müxtəlif sinifindir. Bəli, burada hamısı müxtəlif sinifdir. Ona görə cavab görsəm 1 və 5 cavabı olaraq doğru cavab kimi götürmüş olacağıq. Keçək indi 27-ci sualımıza. Deməli, müasir nümayəndələr döş qəfəsinin 40 sümükdən ibarət olduğunu bilərək sxemə əsasən X-in parapiteklərdən nə başlanğıc götürür? Parapiteklərdən hippon, orangutan və driopitek. Orangutan insanla eynidir. Əgər 40 dənə sümük varsa, deməli insanla eyni olanlar biz orangutan deyəcəyik. Burada 40 sümük varsa, deməli hippon, orangutan və driopitek, bu deməli hippondur. İkisi yazılır hippon. Sonra gəlib bura driopitek də başlanğıc verir. Gorilla, avstralopitek, şimpanzeye, bu da şimpanzedir. Demək X nədir burada? X olacaqdır. Götürdüyüm hippon olacaqdır. Hippon B-ni yazıram. Sonra Y orangutan olacaqdır. Ona görə C-ni yazıram. Və Z də şimpanzdən görə D-ni yazıram. Deməli 1 B, 2 C, 3 isə D olmuş olur. Keçək situasiyamıza. Pasiyent həzm sistemi orqanlarının müayinəsi üçün həkimə müraciət edir. Həkim ilk olaraq tibb bacısından onun ağız suyunu sınaq şüşəsinə yığmasını istəyir. Pasiyentə televizorda səssiz qida reklamı göstərilir. Ağız suyu yığıldıqdan sonra A sınaq şüşəsinə əvvəlcə müəyyən miqdarda nişasta, müvafiq temperaturda saatdan sonra isə yod məhlulu əlavə edilir. Bu təcrübə nəticəsində həkim ağız suyunun tədqiq olunan fermentinin öz funksiyasını lazımi səviyyədə yerinə yetirdiyini müəyyən edir. B sınaq şüşəsində isə lizosim aktivliyi tədqiq edir.
Həkim qeyd edir ki, lizosimin aktivliyi normadadır. Nəyə əsasən həkim A sınaq şüşəsi ilə bağlı nəticəyə gəldi? Cavabınızı əsaslandırın. Burada əsas məsələ nədir? Çünki ağız suyu nişastanı parçalayır. Əgər orada nişasta varsa yod tökdükdə göyərəcəkdir. Əgər yod tökmüşük göyəribsə, deməli nişasta olduğu kimi qalıbdır. Yox. Əgər göyərməyibsə, demək ki, orada nişasta parçalanıbdır. Çünki ağız suyunun tərkibində nişastanı parçalayacaq olan fermentlər var. Orada da yod töküb göyərmədiyinə görə həkim çox açıq şəkildə deyib ki, burada heç bir problem yaranmayıbdır. Ona görə bunu bu şəkildə yaza bilərik. Çünki nişastanı parçalayacaq olan fermentlər ağız suyunun tərkibində var. Həkim də yod tökərək məhlul əlavə etdi və məhlul əlavə etdikdən sonra deməli orada göyərmədiyinə görə həkim çox rahat bir şəkildə deyir ki, ağız suyu fermentləri öz funksiyasını yerinə yetiribdir. Həkim tərəfindən B sınaq şüşəsinə tədqiq edilən maddə hansı üzvü birləşmələrə aiddir? B-də lizosimin aktivliyi tədqiq edilir. Lizosim fermentdir. Jülalara aiddir. Bu üzvü birləşmələr insan hüceyrəsinin hansı üç müxtəlif orqanoiddə sintez oluna bilər? Dənəvər endoplasma şəbəkədə sintez oluna bilər. Fermentlərə aiddir. Dənəvərdə sintez oluna bilər. Mitoxondrinin tərkibində də sintez oluna bilər. Bir də üçüncü ribosomu götürə bilər. Çünki ribosomda sintez olunur. Dənəvər endoşəbəkədəki ribosomda da sintez oluna bilir və mitoxondriyada sintez olunur. Sadəcə bunları deyə bilər bizə. 30-cu sualımıza baxaq. 30-da isə bizdən nə soruşulur? Pasiyentə televizordakı reklam nə məqsədlə göstərilmişdir? Birincisi, onun şərti ağız suyu refleks yoxlanılırdı. Bu zaman onda reflekslərin hansı qrupu müşahidə olundu? Dediyimiz kimi, pasiyentin müayinə olunan orqanlar sisteminin fəaliyyətini tənzimləyən baş beyin şöbəsinin adını və şəkildə hansı rəqəmlərlə göstərdiyini müəyyən edin, deyir burada bizə. Görürsünüz ki, təbii ki, həkimin burada məqsədi televizorda reklamı göstərməklə ağız suyu ifrazını gücləndirmək idi. Bu bir. İkinci şərtimiz aydın məsələdir ki, refleksin hansı qrupu şərti refleksdir. Əgər səssiz verirsə şərti refleks deməli deyəcəksiniz. Və üçüncüsü isə təbii ki, burada onun deyir hansı rəqəmlə. Adını uzunsol beyində, uzunsol beyində burada 1, 2, 3, yəqin ki 4 buradır. Burayla dördüncü ilə göstərilmiş olur deyəcək.